Sabahınız və vaxtınız xeyir, Aynəsin efirində Ağıl Dəryası başladı. Xoş gördük. Bugün Ağıl Dəryasında 7-ci mövsümün 8-ci oyunundayıq. Əziz 11-cilər, əgər siz də Ağıl Dəryasında iştirak edib qalib olmaq istəyirsinizsə, öncə qeydiyyatdan keçin. Qeydiyyatdan keçmək üçün Facebookda Ağıl Dəryası səhifəsinə daxil olursunuz. İsmarıcı vasitəsilə layihəmizin prodüseri Nazim Əliyevlə əlaqə saxlayıb qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçməyin digər yolu isə belədir. Şəxsiyyət vəsiqənizi və hansı məktəbdə oxuduğunuzu təsdiqləyən arayışı götürüb gəlirsiniz ANS TV-yə. ANS-in özündə qeydiyyatdan keçərək Ağıl Dəryası intellektual teleşousunda iştirak etmək hüququ qazanırsınız. Və nəzərinizə çatdırmaq istəyirəm ki, Ağıl Dəryası yalnız 11-ci sinif şagirdləri üçün nəzərdə tutulan intellektual teleşoudur. Və tədris ilinin sonunda bizim yarımfinal, final oyunumuz olacaq. Final oyunumuzda qalib gələn iştirakçımızsa sürpriz hədiyyəmizi qazanacaq. Bugün də 9 iştirakçımız var və bu 9 iştirakçı bir-biri ilə bilik, ağıl, savad yarışına çıxacaqlar. Lakin sonda bir nəfər qalibimiz olacaq. İştirakçılarımızla ayrı-ayrılıqda tanış olaq. Hafiz Nuriyev, Xudat şəhəri 3 saylı tam orta məktəb. Birinci ixtisas qrupu üzrə Milli Aviasiya Akademiyasına hazırlaşır. Boş vaxt tapan kimi dərs oxuyur və musiqi dinləyir. Arzusunda olduğu ölkə Amerikadır. Ən çox sevdiyi Azərbaycan filmi kişi sözü olan Hafiz, tarix üzrə məktəblər arası olimpiyadada da qalib olub. Muxtar Nəbilim, Beyləqan rayonu Örənqala kənd tam orta məktəbi. Muxtar 3-cü ixtisas qrupu üzrə hazırlaşır, hüquqşünas olmaq istəyir. Boş vaxtlarında intellektual oyunlara baxır. Jurnalistikadan söhbət düşəndə Mirşahin Ağayevi bir nömrə sayıram deyir. Qarabağ klubundan ötürü ürəyə gedən Nəbili intellektual oyunların hamısını izləyir. Hüsü Məmmədov, Bakı şəhəri 299 saylı məktəb lisey. Birinci ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinin kompüter mühəndisliyi fakültəsinə hazırlaşır. Boş vaxtlarında intellektual verilişlərə baxır, futbol oynayır və musiqi dinləyir. Hüsü Qarabağın futbolçusu Almeydanın oyununu çox bəyənir. Almaniyada olmaq böyük arzularındandır. Nicat Adgözəlli, Sumqayıt şəhəri 35 saylı tam orta məktəb. İkinci ixtisas qrupu üzrə hazırlaşır. Boş vaxtlarında basketbol oynayır. Manchester United və Qəbələ azarkeşidir. Nicat Harry Potter filmini dəfələrlə izləyib. Beatles qrupunu çox sevir. John Lennon onun üçün əvəz edilməz ifaçıdır. Elvin Əliyev, Füzuli rayonu 48 saylı tam orta məktəb. Üçüncü ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinə hazırlaşır. Hüquqşünas olmaq istəyir. Boş vaxtı olanda futbola və intellektual oyunlara baxır. Qalatasaraydan heç xoşu gəlmir. Çünki Elvin Fənərbağçı azarkeşidir. Onun ən sevdiyi ölkə isə Fransadır. Xanım Miriyeva, Bakı şəhəri 45 saylı tam orta məktəb. Üçüncü ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə hazırlaşır. Ən sevdiyi siyasətçi Məhəmməd Əmin Rəsulzadədir. Detektiv əsərlər oxuyur. Xanımın ən çox sevdiyi ifaçı Polad Bülbüloğludur. Zeynəb Balayeva, Bakı şəhəri Xarici Dillər Təmayüllü Gimnaziya. İkinci ixtisas qrupu üzrə Azərbaycan Dövlət İqtisad Universitetinə hazırlaşır. Boş vaxtlarında ancaq dərsləri ilə məşğuldur. Zeynəbin sevdiyi ölkə İtaliya, futbol komandası Barcelona, futbolçu isə Messidir. Ağıl Dəryasında qalibiyyətə 70% inanır. Sevinç Həsənzadə, Sumqayıt şəhəri 16 saylı tam orta məktəb. Birinci ixtisas qrupu üzrə Milli Aviasiya Akademiyasına hazırlaşır. Sevinç Fransada olmağı çox istəyir. Boş vaxtlarında şeir dinləyir. Məktəbdə şeir müsabiqələrində iştirak edib. Coğrafiyanı heç sevmir. Kamran Zamanlı, Bakı şəhəri Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi. Kamran 2-ci ixtisas qrupu üzrə hazırlaşır. Londonda oxumaq istəyir. İntellektual yarışda iştirak edib və qalib olub. Çində işləmək arzusundadır. Deyir, politoloq olub türklərə kömək etmək istəyirəm. Əbülfəz Elçibəyi siyasətçi kimi çox bəyənir. Oyunumuza birinci turla başlayacağıq. Birinci turun qaydaları belədir. Birinci turda 10 sual səsləndirəcəm və səsləndirdiyim sualların 4 cavab variantı olacaq. Sizə müəyyən vaxt verəcəyik ki, düzgün bildiyiniz cavabı seçib göstərəsiniz. Vaxt bitdikdən sonra qonq səsi eşidəcək. Siz yalnız qonq səsindən sonra düzgün cavabı seçib göstərə bilmə şansınız var. Qonq səsindən əvvəl cavab göstərməyin. Çünki qonq səsindən əvvəl göstərdiyiniz cavablar qəbul olunmayacaq. Birinci turun 3-cü və 6-cı sualından sonra birinci turdakı ilkin nəticələrinizi söyləyəcəm. 9-cu sualımız ənənəvi ingilis dili ilə bağlıdır. 10-cu sualımız milli mahnı və musiqilərlə bağlıdır. Birinci turun birinci sualı belədir. Hansı prosesdə verilmiş kütləli ideal qazın temperaturu azalır? Adiabat genişlənmədə, izotermik sıxılmada, adiabat sıxılmada, yoxsa izotermik genişlənmədə? Buyurun, vaxt getdi. Vaxt bitdi. Birinci
Birinci turun birinci sualına 7 nəfər səhv, 2 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı A. Adiabat genişlənmədə olacaqdır. Birinci turun ikinci sualı belədir. Ədəbiyyatşünaslıqda nitqi qüvvətləndirmək məqsədi ilə təkrar olunan söz və ifadələr, şeir misraları və cümlənin axırında gəlirsə necə adlanır? Anafora, simvol, litota, yoxsa epifora? Buyurun, vaxt getdi. Vaxt bitdi. Birinci turun ikinci sualına 3 nəfər səhv, 6 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı D. Epifora olacaqdı. Üçüncü suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, üçüncü sualdan sonra birinci turdakı ilkin nəticələrinizi söyləyəcəm. Diqqətli olun, sualımız belədir. 1991-ci ildə kim Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını Azərbaycan Respublikasının bayrağı kimi bərqərar etdi? Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev, yoxsa İlham Əliyev? Buyurun, vaxt getdi. Vaxt bitdi. Üçüncü sualımıza 2 nəfər düz, 7 nəfər səhv cavab verdi və sualımızın düzgün cavab variantı A. Ayaz Mütəllibov olacaqdır. Birinci turun ilkin nəticələri belədir. Nicat, Muxtar, hərənizin 2 xalı var, birinci, ikinci yeri bölüşdürürsünüz. Hafiz, Hüsü, Elvin, Xanım, Sevinç, Kamran. Sizin hərənizin 1 xalı var və sıralamanı bu cür davam etdirirsiniz. Zeynəb, 0 xalla, təəssüf ki, hələlik sonuncusan. Və dördüncü sualımızsa belədir. Tropik yüksək təzyiq qurşaqlarından ekvatorial alçaq təzyiq qurşaqlarına doğru əsən daimi küləklər hansıdır? Passatlar, mussonlar, brizlər, yoxsa qərb küləkləri? Buyurun, vaxt getdi. Vaxt bitdi. Dördüncü sualımıza nə az, nə çox düz 8 nəfər iştirakçımız səhv cavab verdi. Bir nəfər iştirakçımız da sualımızı düz cavablandırdı. Sualımızın düzgün cavab variantı A. Passatlar olacaqdır. Beşinci sualımızsa belədir. Təkamül nəzəriyyəsi baxımından mutasiya nədir? Təkamülün yoludur, təkamülün istiqamətidir, təkamül üçün materialdır, yoxsa yalnız faydalı dəyişkənlikdir? Buyurun, vaxt getdi. Vaxt bitdi. Beşinci sualımıza 7 nəfər səhv, 2 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı C. Təkamül üçün materialdır olacaqdır. 6-cı suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, 6-cı sualdan sonra birinci turdakı ikinci nəticələrinizi söyləyəcəm. Diqqətli olun, sualımız belədir. Halogenlər neçənci qrup elementlərə aiddir? 7-ci, 5-ci, 3-cü, yoxsa 1-ci? Buyurun, vaxt getdi. Vaxt bitdi. Birinci turun 6-cı sualına 4 nəfər səhv, 5 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı A. 7-ci olacaqdır. Birinci turun 6-cı sualından sonra ikinci nəticələriniz belədir. Nicat, 4 xalla birincisən, Muxtar, Xanım, sizin hərənizin 3 xalı var, ikinci, üçüncü yeri bölüşürsünüz. Sevinç və Kamran, sizin hərənizin 2 xalı var, dördüncü, beşinci yeri bölüşdürürsünüz. Hafiz, Elvin, Zeynəb, Hüsü, sizin hərənizin 1 xalı var, sıralamanı bu cür davam etdirirsiniz. 7-ci sualımızsa belədir. Nəcəf bəy Əbdürrəhim bəy Haqverdiyevin hansı əsərinin qəhrəmanıdır? Cəhənnəm məktubları, Bəxtsiz cavan, Dağılan tifaq, yoxsa Pəricadu? Buyurun, vaxt getdi. Vaxt bitdi. 7-ci sualımıza 6 nəfər səhv, 3 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı C. Dağılan tifaq olacaqdır. 8-ci sualımızsa belədir. Nənə nağıl danışır, nəvələr diqqətlə qulaq asırdılar. Cümləsində tabesiz mürəkkəb cümlələrin hansı məna əlaqəsi var? Ardıcıllıq, zaman, bölüşdürmə, yoxsa aydınlaşdırma? Buyurun, vaxt getdi. Vaxt bitdi.
8-ci sualımıza 5 nəfər səhv, 4 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı B zaman olacaqdı. 9-cu suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, 9-cu sualımız ənənəvi ingilis dili ilə bağlı olan sualdır. Görək indi kim ingilis dilini bilir, kim bilmir. Sualımız belədir. If nöqtələr late this evening, don't wait for me. I am, I don't, you will be, yoxsa you doesn't. Buyurun, vaxt getdi. Vaxt bitdi. 9-cu sualımıza, ənənəvi ingilis dili ilə bağlı olan suala 5 nəfər düz, 4 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı I am olacaqdı. 10-cu sualımıza ənənəvi sualdır. Burada milli mahnı və musiqilərə verdiyiniz dəyəri yoxlayacağıq. Görək kim yerli mahnılara, milli mahnılara qulaq asır, yoxsa əcnəbi, xarici mahnılara. 10-cu sualımıza, milli mahnı və musiqilərlə bağlı olan suala 7 nəfər səhv, 2 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı A. Oqtay Kazımi olacaqdı. Və dinlədiyiniz mahnının adı Qaytar Eşkimi idi. Və siz bu mahnını dəyərli sənətkarımız Oqtay Ağayevin ifasında dinlədiniz. Mahnının sözləri isə dəyərli şairimiz Fikrət Qocaya məxsus idi. Birinci turun yekun nəticələri isə belədir. Muxtar Altıxalla birinci sən və artıq ikinci turdasan. Hafiz, Nicat, Sevinç, Kamran sizin hərənizin 4 xalı var və siz də ikinci turdasınız. Hüsü, xanım, Zeynəb sizin hərənizin 3 xalı var, əlavə sual turuna qaldı. Sizin üçünüzdən yalnız bir nəfər ikinci tura keçə biləcək. Elvin 2 xalla sonuncusan. Hüsü, xanım və Zeynəb sizin üçünüzdən yalnız bir nəfər ikinci tura keçə biləcək. Diqqətli olun, əlavə sualımız belədir. Hansı iki molekullu birləşmənin tərkibində azot atomu var? Kapron, nişasta, etanol, yoxsa zülal? Buyurun, vaxt getdi. Vaxt bitdi. Hüsü və xanım, siz əlavə sual turundakı mübarizənizi davam etdirirsiniz. Zeynəb, çox təəssüf ki, əlavə sualımıza səhv cavab verdi. Sualımızın düzgün cavab variantı D. Zülal olacaqdır. Hüsü və xanım, sizin ikinizdən yalnız bir nəfər ikinci tura keçə biləcək. Diqqətli olun, əlavə sualımız belədir. 1992-ci ilin 7 iyununda Azərbaycanda kim prezident seçildi? Yaqub Məmmədov, Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, yoxsa Heydər Əliyev? Buyurun, vaxt getdi. Vaxt bitdi. Əsil centilmen kimi davrandım və əlavə sualımıza səhv cavab verdim. Sualımızın düzgün cavab variantı C. Əbülfəz Elçibəy olacaqdı. Xanım, səni təbrik eləyirəm. Sən artıq ikinci turdasan. Ağıl Dəryasının ən gərgin, ən həyəcanlı turu olan ikinci tura başlayırıq. Artıq ikinci turdasınız. İkinci tura keçməniz münasibəti ilə sizi təbrik eləyirəm. İkinci turun qaydaları belədir. İkinci turda hər birinizə ayrı-ayrılıqda 1 dəqiqə vaxt verəcəm və bu 1 dəqiqə ərzində sizə bilik suallar təqdim eləyəcəm və siz də bu suallara çalışın ki, tez-tez və düzgün cavab verəsiniz. İkinci tura Muxtar, sənlə başlayacağıq. Əhvalın necədir? Yaxşıdır, çox sağ olun. Siz necəsiniz? Biz də yaxşıyıq. Ağlın nə kəsir bizim təhsilimizdən? Qane eləyir məni. Nə qane eləyir səni? Təhsilin rejimi, keçirilmə rejimi, dərslərin metodikası və s. Bəs nə çatmır bizim təhsilimizdə? Təhsilimizdə məncə hər şey çatır. Bizim məktəbdə hər şey əladır. Heç nə lazım deyil. Məncə bəli. Bəs onda niyə bir belə cəmaat xaricə üst tutur? Orada təcrübə keçmək istəyir, orada təhsil almaq istəyir. Hətta bəziləri gedir orada oxuyurlar, təcrübə keçirlər, orada qalıb işləyirlər, geri dönmürlər. Bəli, ola bilsin ki, və biz onlar üçün başlayırıq dönmə geri mahnısını onların ifasında eşitməyə. Yəqin ki, Azərbaycanda təhsilli şəxsləri olan maddi vəsait, onların aldığı maaş nisbətən azdır. Bəs biz cəmiyyət olaraq, vətəndaş olaraq hüquqlarımızı bilirikmi? Məncə 70% yox. Sən özün hüquqlarını qoruya bilirsən? Məsələn, məktəbdə. Heç vaxt hüquqların pozulmayıb. Məktəbdə sənin hüquqlarını pozmayıblar? Xeyr, heç vaxt. Məsələn, fond pulu istəməyiblər səni? Xeyr, bizim məktəbdə mən fond pulu sözünü sizdən eşitmişəm ilk dəfə. Hə, mən onu kəşf eləmişəm. O sözün yaradıcısı mənəm. Sən çox düz deyirsən. İlk dəfə sizin veriliş vasitəsilə sizdən eşitmişəm fond pulu sözünü. Xoşuna gəlir o söz? Yəni, başqa sözlər də icad eləməyimə ehtiyac varmı? Xeyr, məncə yox. Yaxşı, hazırsansa başlayaq. Bəli, başlayaq. Bir dəqiqə vaxtın getdi. Kanın könlündəki ifadəsi şifahi xalq ədəbiyyatının hansı janrına aiddir? Məsəl.
Düzdür. Cümlədə özündən əvvəlki üzvü izah edən, dəqiqləşdirən söz və ya söz birləşməsi nədir? Əlavə. Cümlə üzvünün əlavəsi. Əlavəsi, Sürtünmə qüvvəsi hansı cihazla ölçülür? Pas. Dinamometrlə. Quşlar sinifinin növ sayına görə ən böyük dəstəsi hansıdır? Pas. Sərçəkimilər. Yerin inkişafının kütləvi lava püskürmələri ilə səciyyələnən mərhələsini necə Tektonik adlandırılır? mərhələlər. Necə? Tektonik mərhələlər. Ay erası. İngilis dilində dayə sözü necə səslənir? Nast. Nast. Nani. Nani. Belqrad hansı ölkənin paytaxtıdır? Serbiyanın. 1879-82-ci illərdə Almaniya, Avstriya və İtaliyanın daxil olduğu hərbi Üçlər siyasi İttifaqı. blok necə adlanırdı? Üçlər İttifaqı. Düzdür. Kənd təsərrüfatı və onunla bağlı olan sənaye sahələri sistemi necə adlanır? Pas. Agro sənaye kompleksi. Cərrahiyyə əməliyyatı aparmaq üçün hansı şüa cərrah bıçağını əvəz edə bilər? Lazer. Lazer şüası düzdür. Muxtar, bir dəqiqə ərzində 10 sual səsləndirdim. Sən isə 4-ünə düz cavab verdin. İndi birazdan biləcəyik görək bu 4 düz cavab səni 3-cü tura aparacaq, yoxsa yox. Növbəti iştirakçımız Hafiz, sənsən əhvalı necədir? Yaxşıyam, sağ olun, siz də çəsiz. Biz də yaxşıyıq. Hardan gəlmirsən oyunumuza? Budaqdan. Orada vəziyyət necədir? Mən çıxanda yaxşı idi hər şey. İndi sən qaydanda pis ola bilər. Bilmirəm. Nə kəsir sənin ağlın bu təhsilin indiki səviyyəsindən? Təhsilin indiki səviyyəsindən müəllimlərin maaşı azdır. Ona görə də çox da həvəs göstərmirlər dərs keçməyə. Ona görə də repetitorluq edirlər, uşaq hazırlayırlar. Və əlavə qazanc götürürlər. Çünki dərsdə özlərini yormaqdansa gedib kursda özlərini yorub daha çox pul qazana bilərlər. Elə də müəllimlər varmı ki, nə uşaq hazırlayırlar, nə əlavə çalışırlar, amma rüşvət yolu ilə hazır pul qazanmaq istəyirlər. Belə müəllimlər də görmüsənmi, eşitmisənmi? Yox. Nəçə olmaq istəyirsən? Aviasiya mühəndisliyində, aviasiya elektrik mühəndisliyi işlətmək. Niyə pilot olmaq istəmirsən, amma aviasiyada mühəndis olmaq istəyirsən? Pilot olmaq üçün müxtəlif qabiliyyətlər tələb olunur. Səndə o qabiliyyətlər yoxdur? Yoxdur. Niyə? Səhhətimdə problemlər var bəzi. Anladım. Amma istəyərdin ki, pilot olasan? Əlbəttə. Əsasən kosmonavt olmaq istərdim. Hətta. Ola bilər ki, gələcəkdə səhhətindəki problem düzəlsin və sən öz arzunu həyata keçirdəsən. Bilmirəm. Bəzi problemlər düzələcək, amma bəziləri ömürlükdür. Qətiyyən düzələn deyirlər. Aydındır. Əsas odur ki, sən o kosmonavtlar üçün yararlı bir iş görəcəksən və onların icadlarında sənin də əməyin keçəcək. Hazırsansa başlayaq. Hazıram. Hafiz, bir dəqiqə vaxtın getdi. Quşlar sinifinin növ sayına görə ən kiçik dəstəsi hansıdır? Qarğa kimilər? Necə? Qarğa kimilər? Əsl dəvə quşu kimilər? Əxlaqi didaktik şeirlər toplusu olan Rabiul Ətfal kitabının müəllifi kimdir? Cəlil Məmmədquluzadə. Seyid Əzim Şirvani. Hər hansı bir ərazinin və ya ölkənin qədim yerli sakini necə adlanır? Abərəcən. Düzdür. Enerjinin bir cisimdən digər cismə iş görülmədən verilmə prosesi necə adlanır? Pas. İstilik vermə. Gözün hansı hissəsinin fəaliyyətinin pozulması rəngkorluğu və ya daltonizmə səbəb ola bilər? Göz bəbəyini. Kolbacıqların. Hansı sultanın hakimiyyəti dövründə Misir və Əlcəzair işğal edildi və Osmanlı İmperatorluğunun ərazisi 2,5 dəfə artdı? Şah Abbasın. Birinci Sultan Səlimin. Dubay hansı ölkənin paytaxtıdır? Heç bir. Düzdür. İngilis dilində yerkökü sözü necə Carrot. səslənir? Carrot. Düzdür. İnsanı primatlar dəstəsinə ilk dəfə kim aid etmişdi? Linney. Karl Linney. Əlüzyan mürəkkəb sözü neçə kökdən ibarətdir? 1. 3. Hafiz, bir dəqiqə ərzində 10 sual səsləndirdim. Sən də 10 sualdan 4-ünə düz cavab verdin. İndi birazdan biləcəyik, görək oyundakı aqibətin necə olacaq. Növbəti iştirakçımız Nicat, sən əhvalı necədir? Normal. Neçə olmaq istəyirsən? Xüsusim demirəm amma heç kimə, amma yəni inanıram ki, yüksək bal yığıb yaxşı ixtisaslardan birində oxuyacam. Yəni dövlət sirridir sənin harda? Ya dövlət sirri deyil, sadəcə məqsədimi çox adamla bölüşmürəm. Sən düşər-düşməz məsələsinə inanırsan? Yox, xeyr. Bəs necə? Qorxursan ki, sənə göz deyər. Ola bilər. Ondan ehtiyat eləyirsən. İndi prodüserimizə deyərik, sənin üçün bir üzərlik gətirər və sən çoxlu düz cavab verərsən ikinci turda. Təhsilimizdə sənin nə qane eləmir? Yox, mən bu haqda danışa bilmirəm, yəni bunun mütəxəssisləri var, onlar danışır. Yox, bir şagird kimi. Bax, məktəbə gedirsən, səhər açıldı. Mən haqqımı tələb edirəm, dərsimə cavab verirəm. Hazırlıqlara nə qədər pul verirsən? 50 manat. Bir fənn üzrə 50 manatdan pul verirsən. Neçə fəndən gedirsən? Hamısından. 5. 250 manat pul verirsən. Olmazdımı ki, sən o 250 manatı verməyəsən müəllimlərə, özün oxuyardın? Alınardı mı? Alınardı, amma olmadı. Bəs niyə belə eləyirsən?
250 manatı da saxlayardın özünə, həftə sonları dostlarınla gedərdin, çay içərdin, bulvarda gəzərdin. Hazırsansa başlayaq. Hazırım. Nicat, bir dəqiqə vaxtın getdi. Fransada 1848-ci ilin dekabrında kim prezident seçildi? Louis Napolyon. Tərpənməz blokdan asılan cismin tarazlıq şərti hansı qayda ilə müəyyən olunur? Pas. Momentlər qaydası ilə. Yer planetində həyatın əmələ gəlməsinə qədər hansı təkamül baş verib? Pas. Kimyəvi. Tələffüz zamanı sözün asanlıqla Heca. bölünən hissələrinə nə deyilir? Düzdür. Düzənlikdə landşaftlar hansı qanuna müvafiq paylanır? Platforma. Pas. Enlik zonallığı qanununa əsasən. Müsibət Fəxrəddin əsərinin müəllifi kimdir? Mirzə Fətəxanzadə. Nəcəf bəy Vəzirov. İngilis dilində kartof sözü necə Potato. səslənir? Potato. Düzdür. Havana hansı ölkənin paytaxtıdır? Heç bir ölkə. Kuba. Əksər canlıların hüceyrəsində ən çox sayda olan orqanoidlər hansılardır? Pas. Ribosomlar. Xəritədə eyni duzulluğa malik nöqtələri birləşdirən İzo- xəttlər necə adlanır? İzogips. Cavab variantı hansıdır? İzogips. İzoqalinlər. Nicat, bir dəqiqə ərzində 10 sual səsləndirdim, sən isə ikisinə düz cavab verdin. Bu biraz aşağı nəticədir. Çalış, daha çox oxu ki, nəticələrin də yüksək olsun. Ağıl Dəryasında reklamlardır. Reklamlar bitdikdən sonra gərgin mübarizəmiz davam eləyəcək. Növbəti iştirakçımız Sevinç, sən əhvalın necədir? Normal. Sən necə düşünürsən təhsilimiz haqqında? Müəllimlərin maaşı çox azdır. Məsələn, sənin müəllimlərin nə qədər maaş alır? Soruşmusan heç? 200 manatdır mən bilən. Yəni maksimum maaş alan müəllimin 200 manat maaş alır. Həqiqətən də Avropanın qaçqın böhranı qədər ağır bir məsələdir bu. Maaş qalxsa, müəllimlər daha çox həvəslə dərs keçə bilərlər. Bununla da uşaqlar daha həvəslə, dərsə də həvəslə yanaşarlar şagirdlərdə. Hər şeyin kökündə deməli maddiyyat durur. Necə olmaq istəyirsən? Aviasiya Akademiyasına hazırlaşıram, aviadispeçer, yəni hava nəqliyyatının təhlükəsizliyinin idarə olunması. Yaxşı, hazırsansa başlayaq. Hazır. Sevinç, bir dəqiqə vaxtın getdi. Çovdarın bir sümbülcüyündə ən çox neçə toxum əmələ gələ bilər? 4. 2. 1732-ci ildə Nadir xan 2-ci Təhmasibi taxtdan salaraq kimi şah Pas. elan etdi? Abbas Mirzəni. Cismin kütləsi ilə əvəzləyici qüvvənin ona verdiyi təcilin hasili hansı fiziki kəmiyyəti Pas. təyin edir? Əvəzləyici qüvvəni Cəlil Məmmədquluzadə kimi ikinci Sabirimiz adlandırıb? Pas. 50 nəzmini. Hərəkətin icrasının müxtəlif cəhətdən izah edən ikinci dərəcəli cümlə özü hansıdır? Xəbər. Zərflik. Paragvayın paytaxtı hansı şəhərdir? Pas. Asunson. 1467-ci ildə Ağqoyunlularla Qaraqoyunlular arasında baş vermiş hansı döyüşdə Cahan Şah öldürüldü? Pas. Muş. Rəqslərin fəzada yayılması hadisəsi necə adlanır? Pas. Dalğa. İngilis dilində çuğundur sözü necə səslənir? Pas. Beetroot. İkinci Balkan müharibəsi neçənci ildə baş verib? Pas. 1913-cü ildə. İpək şal neçənci növ təyini söz birləşməsidir? 1-ci növ. Düzdür. Sevinç, bir dəqiqə ərzində 11 sual səsləndirdim. Sənsə birinə düz cavab verdin. Ola bilər həyəcanlandın, gərginləşdin. Çalış, bundan sonra nə həyəcanlan, nə gərginləş. Çünki nəticənin yüksək olmasını istəyirsənsə, gərək bunları özündən uzaqlaşdırasan. Növbəti iştirakçımız Kamran, sənsən əhvalı necədir? Sağ olun, yaxşıyam. Nəçə olmaq istəyirsən? Politoloq. Mənə deyirlər ki, sən politoloq olandan sonra türklərə kömək etmək istəyirsən. Bütün türk xalqına, dünya Bütün üzərindəki türk xalqına. türklərə. Niyə? Çünki eyni qandanıq. Bəziləri ilə eyni dindən olmasaq da eyni qandanıq. Məncə əsas qan bağlılığı. Yəni bugün türk dövlətlərinin problemi o qədərdir ki, yəni sən Bəli. onlara ürəyin ağrıyır. Bəli. Bəlkə bu problemlərdən biraz sadalayasan, mənə maraqlıdır. Məsəl üçün, şimalda yaşayan qan qardaşlarımızdan Saxa Yakutiya əllərində o qədər almaz və ya qızıl olmasına baxmayaraq maralçılıqla dolanırlar. Rusiya əllərindəki bütün qızıl, almazı, platini alır və ya Çindəki Uyğurlara əziyyət verirlər. Myanmadakı türklərə əziyyət verirlər. Hətta Ramazan bayramında oruç tutan insanları məcburi şəkildə su içizdirirlər, it əti yedizdirirlər. Bəs ən sevdiyin siyasətçi hansıdır?
Əbülfəz Elçibəy. Sən bilirsənmi ki, Əbülfəz Elçibəyin dövründə nələr ölkəmizdə ilk dəfə olaraq həyata keçirildi? Nələr? Test sistemi ilk dəfə keçirildi. Rusiya ilə ilk dəfə qarşılıqlı müqavilə bağlandı. Ondan sonra bütün MDB ölkələrində Rusiya ilə qarşılıqlı müqavilə bağlanıbdı. Dövlətimizdən Rus qoşununu ilk dəfə çıxardan prezidentimiz olubdu. Türkiyə, Suriya, Rusiya, Amerika. Bax, bu dörtlüyə münasibəti necədir və bu dörtlük nələr eləyir, nələr baş verir? Bu haqda nə deyə bilərsən? Deməli, Suriya qurbandır arada. Amerika və Rusiya liderlər əslində qıraqda qardaş olub, üzdə cəmaat özlərini düşmən kimi göstərirlər. Türkiyə isə hal-hazırda alət kimidir. Hazırsansa başlayalım. Kamran, bir dəqiqə vaxtın getdi. Yay Səhəri şeirinin müəllifi kimdir? Pas. Abbas Səhət. Bir-birinə yaxın yerləşən eyni mənşəli adalar qrupu necə adlanır? Düzdür. İngilis dilində kələm sözü necə səslənir? Kəbid. Düzdür. Suriyanın paytaxtı hansı şəhərdir? Hələb. Hələb. Demək. Ədədi qiymətcə istənilən maddənin 1 molunda olan molekulların sayına bərabər olan fiziki sabit hansıdır? Pas. Avogadro sabiti. Bədii əsərdə yazıçının subyektiv fikri ön plana keçirsə, bu hansı yaradıcılıq metodu sayılır? Romantizm. Vestibulyar sinir hansı sinirlə birlikdə baş beyin qabığına gedir? Pas. Eşitmə. Çində Mancur sülaləsindən olan hökmdarlara verilən ad nə idi? Sin. Bogdixan. İkinci quruluşca necə saydı? Düzəltmə. Düzdür. Eyni növ atomlardan əmələ gəlmiş maddələrə nə deyilir? Pas. Bəsit maddələr. Aleksandr Sergeyeviç Pushkinin Yevgeni Onegin əsərini Azərbaycan dilinə kim tərcümə edib? Səməd Vurğun. Düzdür. Hüceyrədə olan karbon qazının çox hissəsini hansı orqanoidlər təşkil edir? Zilal. Xloroplastlar. Kamran, bir dəqiqə ərzində 12 sual səsləndirdim. Sən isə 4-ünə düz cavab verdin. Hələ ki, bu 4 düz cavab sindromunu aşan olmayıb bugünkü oyunumuzda. Növbəti iştirakçımız xanım, sən əhvalın necədir? Yaxşıyam, çox sağ olun. Sən necə düşünürsən? Təhsilimiz qənaət bəxşdirmi? Təhsilimiz baxır məktəbə, bəzi məktəblərdə olduqca yaxşı, bəzi məktəblərdə isə yaxşını keçmir. Hansı ki, müəllimlər çoxdur, amma savadlı kadr mənə görə azdır. Məsələn, bizim məktəbdən götürsəm, olduqca savadlı müəllimlər var. Sənə görə savadlı kadr necə olmalıdır? Yəni, savadlı olmalıdır. Digər, sizə dərs deyən adamların savadı yoxdur? Var, amma belə bir şey də var ki, məvaciblərin az olmağı, onları uşaqlara dərs öyrətməyə, elm verməyə biraz aşağı salır. İndi bir məsələ var. İndi mən bunu səsləndirəcəm, bəlkə də tamaşaçılarımız və siz məni qınaya bilərsiniz. Amma bir məsələ var ki, sən auditoriyaya girmirsən, şagirdlərin önünə çıxırsan, sən artıq o an məvacibi unutmalısan. Çünki sənin məvacibinin az olması o uşaqların günahı deyil. O uşaqlar müəllimin məvacibinin az olmasına şərait yaratmayıblar. Yəni, o uşaqların günahı yoxdur. Ona görə də gərək ədalətli, vicdanlı, dəqiq, gərəksiz müəllim dərs tədris eləyərkən maaşı qoysun kənara. Müəllimlər rüşvət almağa başlayırlar bu məvacibin az olmağından. Yəni, rüşvət adlandırdığımız amilin əsasında məncə... Gəl, Azərbaycan sağı hörmət adlandıraq. Hörmət istəyirlər. Dırnaqarası hörmət adlandırdığımız bu amilin əsasında... Çox hörmət eləmişsən müəllimlərə? Eləmişəm, bəli. Hansı formada və nələr? Yəni, bunları açıqla, maraqlıdır mənə. Məvacib formasında eləmişəm, yəni çox istədiyimlə eləmişəm. Nə qədər pul vermişsən müəllimə və niyə vermişsən? Mən maraqlanmamışam. Bəs kim verib? Valideynlərim tərəfindən. Valideynlərin pul verib ki, bu pulu götür müəllim və xanıma qiymət yaz. Yox, qiymət yox. Qiymət yəni özüm oxuyub özüm cavab verirəm. Onlar da arada sığal çək qızımızın başına müəllim kimi. Elə deyiblər. Elə olub məsələ? Yox. Hə, əsas odur ki, sən etiraf edirsən ki, müəllimlərinə dırnaqarası hörmət eləmisən. Hazırsansa başlayaq. Başlayaq. Xanım, bir dəqiqə vaxtın getdi. 1842-ci il 29 avqust tarixində Çin ilə İngiltərə arasında hansı müqavilə bağlanıb? Nankin müqaviləsi fikir əsaslandırmaq üçün tanınmış şəxsiyyətlərin sözlərindən və ya yazdıqlarından gətirilən dəqiq çıxarışlar necə adlanır? Statlar. Elektron volt hansı fiziki kəmiyyətin vahididir? Pas. Enerjinin Kür-Araz ovalığında bataqlığın yaranmasına səbəbi nədir? Pas. Qurun sularının səthəyə yaxın olması, mitozda 2 xromatidli xromosomların 1 xromatidli hala keçməsi hansı fazada baş verir? Ana fazada. Kişimiş oyun hekayəsinin müəllifi kimdir? Düzdür. İngilis dilində soğan sözü necə səslənir? Onion. Düzdür. Karakas hansı ölkənin paytaxtıdır? Paragvay. Venezuela.
İkinci Dünya müharibəsində Hitlerin Qafqaza hücum planı necə adlanırdı? Pas. Edelweiss, elektrometr nəyi ölçür? Pas. Potensiallar fərqini, müxtəlif mürəkkəbliyə malik biogeosanozları birləşdirən ali ekosistem hansıdır? Pas. Biosfer. Əsl mürəkkəb feillər necə yazılır? Ayrı. Bitişik. Son cavabın? Bitişik. Defislə. Xanım, bir dəqiqə ərzində 12 sual səsləndirdim. Sən isə ikisinə düz cavab verdin. İkinci turun yekun nəticələri isə belədir. Muxtar, Hafiz, Kəmran. Sizin hələnizin 4 xalı var və artıq 3-cü turdasınız. Sizi təbrik eləyirəm. Nicat və xanım, sizin hələnizin 2 xalı var. Sevinç, 1 xalla sonuncusan. Hər birinizin böyük maraq və səbirsizliklə gözlədiyi və qalibimizi təyin eləyəcəyimiz tur olan 3-cü tura başlayırıq. Kamran, Muxtar, Hafiz, artıq 3-cü turdasınız. 3-cü tura keçməniz münasibəti ilə sizi təbrik eləyirəm və bu alqışlar sizin üçündür. 3-cü turun qaydaları isə belədir. 3-cü turda 4 kateqoriyamız var. Hər kateqoriyadan hərənizə bir sual səsləndirəcəm. Sizə səsləndirdiyim suala düz cavab verdiyiniz halda hesabınıza 2 xal yazılacaq. Yəni, öz sualınıza düz cavab verərsinizsə, hesabınıza 2 xal yazılacaq. Öz sualınıza pas deyə bilərsiniz, səhv cavab verə bilərsiniz. Buna görə hesabınızdan xal çıxılmayacaq. Əgər oyuncu yoldaşınız öz sualına pas deyərsə, səhv cavab verərsə və siz oyuncu yoldaşınızın sualına düz cavab verəcəyiniz halda hesabınıza 3 xal yazılacaq. Əgər hesabınızda xal varsa və oyuncu yoldaşınızın da sualına səhv cavab verirsinizsə, hesabınızdan 1 xal çıxılacaq. Burada dünya görüşünüzü, informasiya bolluğunuzu və məntiqinizi yoxlayacağıq. Risk edib etməyəcəyinizi yaxşı-yaxşı düşünün, cavab verməyə tələsməyin, təmkinli olun. Beləliklə, 3-cü turun ilk kateqoriyası Kişilər Ay Kişilər adlanır. Kişilər Ay Kişilər kateqoriyasının birinci sualı, Kamran, sənə səslənir, sual belədir. Yaxşılığa yaxşılıq hər kişinin işidir. Nöqtələr və bu atalar sözünü tamamla. Yamanlığa yaxşılıq nər kişinin işidir. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Kişilər Ay Kişilər kateqoriyasının ikinci sualı, Muxtar, sənə səslənir, sual belədir. İndi olub yorğanın 3 qat kişi, saqqalını 1-2 yırğat kişi, çək başına yorğanını yat kişi. Bu misraların müəllifi kimdir? Mirzə Rəhbər Sabir. Tamamilə doğrudur. Səni də təbrik edirəm. Sən də hesabına 2 xal yazdırdım. Kişilər Ay Kişilər kateqoriyasının son sualı Hafiz, sənə səslənir. Görək sən bir kişi kimi bu kişilər kateqoriyasından olan son sualımıza cavab verə biləcəksən, yoxsa yox. Sualımız belədir. Kişi var ki, kişidir, amma kişi ilə işi yox. Kişi var, kişidir, amma deyir ki, kişi yox. Bu misraların müəllifi satirik əsərləri ilə daha çox tanınır. Doğulduğu yer olan Bakının Kürdaxanı kəndində də 2004-cü ildə vəfat edib. Söhbət kimdən gedir? Baba Pünhan. Tamamilə doğrudur. Səni təbrik edirəm. Sən də hesabına 2 xal yazdırdın və Kişilər Ay Kişilər kateqoriyasından əsl kişi kimi çıxa bildiniz. Çünki hərəniz hesabınıza 2 xal yazdırdınız və beləliklə üçünüzün də xalı eyni 2-dir. İkinci kateqoriyamız lap müzeyə qoyulmalıdır adlanır. Görək sizin hansınızın cavabı müzeyə qoyulmalı olacaq. Kamran, birinci sualımız sənə səslənir, sual belədir. Sehirli Xalat filmində gələcəyə düşən Rəşid müzeydə elektron imtahançı ilə imtahan olunur. Ana dili, bədən tərbiyəsi, rəsm xət fənlərindən 5 alır. Bəs Rəşid hansı fəndən 2 alır? Fizika. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Bu nədir? Elektron imtahançıdır. Otur, qorxma. Ana dili. Gördünüz, mən sizə demədim. Bədən tərbiyəsi. Rəsmi xət. Zərifə, niyə onu yalnız Hasan dərslərdən imtahan edirsə? Bəs fizikadan necə? O fizikadan sinifdə birincidir. Nə danışırsan? Onlar fizikadan təzə şeylə bilirlər. Otur. Fizika. Açıya bax. Kosmosu uçmaq. Raşid, dur, imtahançı xarab olub. İmtahançı xarab olub. Lap müzeyə qoyulmalıdır kateqoriyasının ikinci sualı. Muxtar, sənə səslənir, sualımız belədir. Rusiyada yerləşən bu muzeyin adı fransızcadan tərcümədə tənha yer deməkdir. Nizami Gəncəvinin xəmsəsinin 1430-cu illərdə üzü köçürülmüş nadir nüsxəsi də burada mühafizə olunur. 5 binadan
350 zaldan ibarət həmin muzey hansıdır? Ermitaj. Tamamilə doğrudur. Səni təbrik edirəm, hesabına 2 xal yazdırdın. Lap muzeyə qoyulmalıdır kateqoriyasının son sualı. Hafiz, sənə səslənir, sual belədir. Fransanın Louvre muzeyində saxlanılan bu rəsm əsərində əks olunan sirli təbəssüm bugün də mütəxəssisləri düşündürür. Bəziləri hesab edir ki, bu rəsm müəllifin öz prototipidir. Müəllifin məşhur Amerika aktyoru Leonardo DiCaprio ilə adaş olan həmin rəsm əsəri hansıdır? Mona Lisa. Tamamilə doğrudur, səni təbrik edirəm. Hesabına sən də 2 xal yazdırdın. Söhbət xanım Liza Giocondanın portretindən gedirdi. Kamran, Muxtar, Hafiz. 2 kateqoriyadan sonra üçünüzün də 4 xalı var. Yaxşı mübarizə gedir. 3-cü kateqoriyamız Sənə məktub yazıram adlanır. Sənə məktub yazıram kateqoriyasının 1-ci sualı. Kamran, sənə səslənir. Heç olub ki, sevgilinə məktub yazasan, Kamran? Yadıma gəlmir. Bəs sən, Muxtar? Xeyr. Bəs sən, Hafiz? Yox. İndi görək, sənə məktub yazıram kateqoriyasındakı suallara hansınız düz cavab verəcəksiniz? Kamran, sualım belədir. Hamı bir səslə dedi, gözlərin aydın ay qız, ana gözləri yaşlı, ətir saçdı dilindən, tez öpdü paştalyonun məktub verən əlindən. Süleyman Rüstəmin Ana və Paştalyon şeirində ana hansı tarixi hadisənin gedişatı zamanı oğlundan məktub gözləyir? 2-ci Dünya müharibəsi. Tamamilə doğrudur, səni təbrik edirəm. Söhbət Böyük Vətən müharibəsi, yəni 2-ci Dünya müharibəsindən gedirdi. Sənə məktub yazıram. Kateqoriyasının 2-ci sualı Muxtar, sənə səslənir, sual belədir. Bu bədii fəlsəfi traktat müəllifin yazdığı ən mühüm tənqid tipli publistik işi sayılır. Azərbaycan Milli Kitabxanası bu əsərin müəllifinin adını daşıyır. Əsərin sujet xəttinin əsasını Hind və Fars şahzadələrinin məktublaşması təşkil edir. Baş qəhrəman Avropaya və Xristofor Kolumbun Hindistana getmək istəyərkən səhvən gəlib çıxdığı materiki səyahət edir. Söhbət hansı əsərdən gedir? Məncə Robinson Crusoe. Səhv cavabdır. Buyur Hafiz. Pas. Buyur Kamran. Dəqiq bilmirəm, amma versiyam var. Versiyam. Bax, indi cavab variantını səsləndirsən, bunu cavab kimi qəbul eləməyəcəm və hesabına xal çıxılmayacaq. Əgər yox, sən istəyirsənsə ki, mən onu cavab kimi qəbul eləyim, səhv olsa xal çıxılacaq səndən. Qəbul etməyin. Onda cavab variantınıdır? Bakıxanovun Qəraibül... Yaxşı ki, elə sən bu variantı səsləndirmədin, yoxsa hesabından xal çıxılacaqdı. Söhbət Mirzə Fətəli Axundovun Kəmalüddövlə məktubları traktatından gedirdi. Sənə məktub yazıram kateqoriyasının son sualı. Hafiz, sənə səslənir, sual belədir. Senari müəllifi və rejissoru Sona Əlbəyova olan Danışan Məktub adlı qısa metrajlı filmdə validə obrazını Azərbaycanın hansı məşhur xanımı ifa edib? Pas. Buyur Kamran. Pas. Buyur Muxtar. Versiya var, ancaq səsləndirmirəm. Nədir versiyan? Məncə Nəsibə Zeynalovadan ancaq səsləndirmirəm. Bunu cavab variantı kimi qəbul eləmədik, yaxşı da ki, səsləndirmədin, çünki səhv cavabı idi. Söhbət ölkənin 1-ci xanımı Mehriban Əliyevadan gedirdi. Təəssüf ki, heç biriniz bu suala cavab verə bilmədiniz. Hansı Rüstəm deyirsəniz onu? Qıvrım saç, balaca boy oğlandı. Axı, nə olub ki? Atasının səsi yazılmış valın üstünə yapışqan tökülüb. İstəyir onu düzəltdirsin. Atası davadan göndərir. Atası hardadır? Ölüb, cəbhədə. Sənə məktub yazıram kateqoriyasından sonra nəticələriniz belədir. Muxtar və Hafiz, sizin hərənizin 4 xalı var, Kamran 6 xallı hələlik birincisən. Son kateqoriyamız 7 oğul istərəm, bircə dənə qız gəlin adlanır. 7 oğul istərəm, bircə dənə qız gəlin kateqoriyasının 1-ci sualı. İndi bilmirəm, sən qız istəyirsən, yoxsa oğlan istəyirsən. Kamran, sənə səslənir, sual belədir. Bu ansambl Şərqin qadınlardan ibarət ilk xalq çalğı alətləri ansamblıdır. Yaradıcısı xalq artisti Ceyran Haşimovadır. Ansambl bitkilər aləminin örtülü toxumlular şöbəsinə, iki ləpəlilər sinifinə, xaş-xaş kimilər fəsiləsinə aid olan gülün adı ilə adlandırılıb. Söhbət hansı ansambldan gedir? Nərgiz. Səhv cavabdır. Buyur Muxtar. Lalə Qızlar ansamblı. Tamamilə doğrudur və hesabına 3 xal yazdırdım və bu alqışlar da sənin üçündür. 7 oğul istərəm, bircə dənə qız gəlin kateqoriyasının 2-ci sualı Muxtar sənə səslənir, sual belədir.
Bu tarixi abidə 1923-cü ildə Vladimir Balyuzekin çəkdiyi filmin və Əfrasiyab Bədəlbəylinin yazdığı Müsəlman şərqində ilk baletinin əsas obrazıdır. Söhbət hansı abidədən gedir? Bu Qız qalasıdır. Tamamilə doğrudur, səni təbrik edirəm, hesabına 2 xal yazdırdım. 7 oğul istərəm, bircə dənə qız gəlin. Kateqoriyasının son sualı Hafiz sənə səslənir, sual belədir. Cahangir Cahangirovun bəstələdiyi bu mahnıda ifaçı ağlamağın onun üçün artıq bir peşəyə çevrildiyini deyir. Qıza olan eşkini badəyə doldurub şərbət kimi içmək istəyir və yarına nə olduğunu dəfələrlə soruşur. Mahnıda ağacların yarpaq tökmə təbii prosesi də əks olunub. İslam Rızayev və Şövkət Ələkbərovanın ifasında məşhur olan həmin mahnı hansıdır? Payız gəldi. Səhv cavabdır. Buyur Kəmran. Əgər bu suala düz cavab versən, hesabda Muxtara çata biləcəksən və bu sənin üçün çox önəmli bir andır, prinsipial bir məqamdır. Yaxşı-yaxşı fikirləş və çalış ki, düz cavab verəsən ki, Muxtara çatasan. Cavab variantın varmı? Yar gələndə toz olmasın. Səhv cavabdır və hesabından bir xal çıxıldı. Buyur Muxtar. Cavab versiyası var, ancaq səsləndirmirəm. Nədir cavab versiyan? Ay qız mahnısı ola bilər, amma dəqiq bilmirəm. Çox təəssüf ki, sən bunu səsləndirmədin, çünki bu düz cavabı idi. Amma biz bunu düz cavab kimi qəbul eləmirik. Söhbət Ay qız mahnısından gedirdi. Və son olaraq 3-cü turun nəticələri belədir. Hafiz 4 xalım var, Kəmran 5 xalım var, Muxtar 9 xalla 7-ci mövsümün 8-ci oyununun qalibisən. Səni, valideynlərini, müəllimlərini və dostlarını təbrik edirəm ki, səni kimi savadlı bir gəncə sahibdilər. Kamran və Hafiz, siz də üzülməyin, yaxşı mübarizə apardınız, amma bu dəfə alınmadı. Növbəti dəfə də çalışın ki, elminizi, savadınızı, ağlınızı sınayın. Buyur Muxtar, söz demək istəyirsən nəsə? Mən də buradan bütün məni tanıyanlara və müəllimlərimə salam göndərirəm. Çox sağ olsunlar, mənim üzərimdə böyük əziyyətləri var hamısının. Bugün Ağıl Dəryasında 7-ci mövsümün 8-ci oyununun sonuna gəldik, çatdıq. Əziz abituriyentlər, əgər siz Ağıl Dəryasında iştirak edib qalib olmaq istəyirsinizsə, öncə qeydiyyatdan keçin. Qeydiyyatdan keçmək üçün Facebookda Ağıl Dəryası səhifəsinə daxil olursunuz. İsmarıc vasitəsilə layihəmizin prodüseri Nazim Əliyevlə əlaqə saxlayıb qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçməyin digər yolu isə belədir. Şəxsiyyət vəsiqənizi və hansı məktəbdə oxuduğunuzu təsdiqləyən arayışı götürüb gəlirsiniz. Ayın isə aynəsin özündə qeydiyyatdan keçərək Ağıl Dəryası intellektual teleşousunda iştirak etmək hüququ qazanırsınız. Nəzərinizə çatdırım ki, tədris ilinin sonunda Ağıl Dəryasında final oyunu olacaq və final oyununda qalib gələn iştirakçımızı sürpriz hədiyyəmiz gözləyir. Odur ki, qeydiyyatdan keçib iştirak edib qalib olmağa tələsin. Bu həftə isə məndən bu qədər harda olmağınızdan asılı olmayaraq ağlınızın it olmağı diləyilə. Hələlik.